Hitler 33-cü ildə hakimiyyətə gələndə Almaniyadakı vəziyyət Azərbaycandakı kimin idi? Azərbaycandan da betər idi. Wilhelm qocalmışdı, dövləti idarə edə bilmirdi, hər yerdə rüşvət, hər yerdə korrupsiya. Fransa tutmuşdu bizim Qarabağı işğal etdiyi kimi, o indiki Strasbourg saat vardı, o araziler tutmuşdu. Hitler deyirdi ki, Fransızlar Marsilyoz oxuyanda səngərdə oturan Alman qorxusunu ürək keçirdi. Belə bir vəziyyətdəydilər. Ama Hitler diktatör kimi geldi, Almanya'nın dünya ağalığı seviyesine kaldırdı. Alman özünü dünyanın en âli bir insanı gibi hissedebildi. Rejimin mahiyyəti bundan ibarətdir ki, vətəndaşda hansı hissi qoyun formalaşdırırsan ya insan formalaşdırırsan. Əsas rejimin məqsədi budur. Sən qoyun formalaşdırırsan, rejimin adı demokrat. Çünki Azərbaycan Demokratik Respublikadır. Doğrudan da Azərbaycan Demokratik Respublikadır. Bu kime biz özümüzü ne kadar anladık, Demokratik Respublikada.